məhrum edib. Rusiyalı iş adamı Fətəli Novruzəliyevin döyülməsi ilə əlaqədar keçirilən məhkəmə prosesində isə aşkar olunan yeni faktları nəzərə alan Nərimanov rayon məhkəməsinin hakimi Sənan Hacıyev xuliqanlıq maddəsi ilə daxil olan cinayət işini yenidən istintaqa qaytarıb. İttihamnaməyə görə hadisə ötən ilin aprel ayının 4-ü baş verib. Elməddin Məhərrəmovla Emin Məmmədov Nərimanov rayonu Xoyski prospekti 106 ünvanının qarşısında Rusiyalı iş adamı Fətəli Novruzəliyevi və onun əmisi oğlunu döyüb onlara qarşı xuliqanlıq ediblər. Zərər çəkmiş Fətəli Novruzəliyev özü başına gələnləri belə xatırlayır. 2 nəfər yaxınlaşdılar mənə. Mən qardaşımla gəzəndə şəhərdə soruşdular adımı. Sonra çəkinib bir yana telefonla zəngləşdirib patviricini aldılar. Qayıtıb gəlib bizi ikimizi də döydülər. Fətəli Novruzəliyevə qarşı xuliqanlıq edənlərdən Elməddin Məhərrəmov istizlərlə saxlanılsa da Emin Məmmədovun yerini müəyyən etmək mümkün olmayıb. Hadisədən bir il sonra Ukraynada yaxalanan Emin Məmmədov istintaqa döydüyü adamı tanımadığını bildirib. Məhkəmə araşdırmalar zamanı Azərbaycanda fəaliyyət göstərən tikinti şirkətlərinin birindən payını almağa gələn Fətəli Novruzəliyevin şərikləri tərəfindən döydürülməsi ehtimalı yaranıb. Məhkəməyə təqdim olunan SMS yazışmasından Elməddin ilə Eminin zərər çəkmişin şəriki Rüstəm Abdullayevla tanış olmaları bəlli olub. Fətəli Novruzəliyevin sözlərinə görə ona hədə-qorxu gəlməyi şəriki Rüstəm qayını Asim İskəndərova tapşırıb. Asim isə onun döyülməsini Elməddinlə Eminə sifariş verib. Aşkar olunan yeni faktları nəzərə alan məhkəmə Emin Məmmədovun xuliqanlıq maddəsi ilə ittiham olunması ilə razılaşmayıb. Emin Məmmədovun əməlinin düzgün qiymətləndirilməməsi qənaətinə gələn hakim işi yenidən istintaqa qaytarıb. Emin Məmmədovun cinayət işinin yeni istintaqı Daxili İşlər Nazirliyinin istintaq idarəsində aparılır. İşin istintaqını aparan müstəntiq Vüqar Tağıyev hadisənin sifarişlə baş verməsi faktını nə təsdiq, nə də təqzib edib. Müstəntiq istintaq tamamlanmadığından bu barədə məlumat verə bilməyəcəyini deyib. Sonda onu da qeyd edim ki, iş adamını döyən ikinci şəxsi, yəni Elməddin Məhərrəmovu məhkəmə xuliqanlıq və sağlamlığa az ağır zərər vurma maddəsi ilə təqsirli bilərək, barəsində aylıq qazancının 20% tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edib. Azərbaycanda aralarında pul problemi yaranan iş adamları bir-birini sifarişlə döydürürsə, Rusiyada sifarişlə qətlə yetirirlər.